Salam dəyərli dinləyicilər və izləyicilər, Mundial Azərbaycan Premyer Liqasının 5-ci turu üçün təxmin və proqnozları sizə təqdim edir. Bələdçiniz mən Elvin. Neftçi Xəzər Lənkəran qarşılaşması sözsüz ki, turun mərkəzi oyunu budur. Böyük oyun adıyla da tanınır bu derbi və təbii ki, maraq böyükdür qarşılaşmaya. Yenə də ənənəvi olaraq paytaxt klubunun azarkeşləri Neftçiyə, cənub təmsilçisinin azarkeşləri də Xəzərə qələbə yazacaq. Çox güman ki, gol-gol variantı ən çox seçilən olacaq. Güman eləyirəm ki, əmsallar sizi qane etməyəcək. Oyundan heç-heçə gözləyirəm. Xəzər Lənkəran transfer dönəminin sonunda aldığı oyuncularla əsas problemini geridə qoyub. İndi əsas məsələ onların komandaya adaptasiyasıdır ki, bu işi də Yunis bəy çox yaxşı bacarır. Neftçi komandasının 5 gün sonra vacib qarşılaşması olsa da ölkə çempionatında Xəzərə uduzmaq planları yoxdur hər halda. İlk hissənin bərabərə qalacağını, ikinci hissədə də tərəflərin hərəyə 1, maksimum 2 dəfə fərqlənəcəyini gözləyirəm. Başqa sözlə, təxminim birinci hissə üçün X, yəni heç-heçə, ümumi maç üçün də həmçinin X variantını təklif eləyirəm. Azal Qarabağ qarşılaşması da Azal üçün vacibdir. Komanda ilk altılığa düşmək istəyirsə, mütləq ötən ilin altılıq komandalarından xal almalıdır və sırada Qarabağdır. Ağdam təmsilçisi ötən mövsümündən dərs çıxarıb və məncə bu il mənasız xal itkilərinə yol vermək istəmir. Azalla qarşılaşma isə asan olmayacaq. Hər iki komandanın qol duyumu olan futbolçuları var və məncə azı 3 qol izləyəcəyik. Bu isə o deməkdir ki, üst variantını ideal seçim kimi dəyərləndirirəm. Qarabağ ötən turda Rəvanla heç-heçə edib və bu turda da xal itirməsi vəziyyəti ciddiləşdirə bilər. Buna baxmayaraq mən Azalın uduzmayacağı qənaətindəyəm. Düşünürəm ki, komanda Qarabağdan azı bir xal alacaq və məncə riski sevənlər X variantını seçə bilərlər. 1X isə fikrimcə ən sığortalı variantdır. Rəvan Simurq oyunu da böyük maraqla gözlənilir. Simurqun Gürcüstan toplanışının nəticəsini izləmək və Rəvanda baş məşqçi əvəzlənməsinin təsirinə nəzər yetirmək üçün ideal qarşılaşmadır. Rəvanın problemi əslində stabil oyun göstərə bilməməsidir ki, bu maçda məhz bu amilə görə təhlükəli qarşılaşmadır. Simurqun məğlub olmayacağı qənaətindəyəm, lakin qalib gələcəyindən də əmin deyiləm. Bu maçdan əsas gözləntim 2X variantıdır, alt variantını da ehtiyat seçim kimi dəyərləndirirəm. Inter Sumqayıt. Çox danışmağa ehtiyac görmürəm, səviyyə fərqi ortadadır və düşünürəm ki, bu maçda sensasiyaya imkan verməyəcək bankirlər. Təxminim əlbəttə ki, 1 və riski sevənlər üçün hətta ilk hissəni də 1 olaraq yazmalarını tövsiyə edirəm. Kəpəz Qəbələ. Bu turun sensasiyası Gəncədə qeydə alına bilərmi? Maraqlı sualdır, amma qismən real görünmür. Mahmud Qurbanov komandasına psixoloji cəhətdən əzmkarlıq aşılaya bilər, ancaq güc və səviyyə fərqində Gəncəlilər rəqibə açıq-aşkar uduzurlar. O yüzdən təklifim riskə getməməkdir, lakin bu maçı da xüsusi diqqət altında saxlayın, xüsusi nəzarətdə saxlayın, belə deyək. Kəpəzin gələcəyini bir növ güzgü olacaq. Bu oyun ötən oyunda biz təsir bağışlamadılar, ancaq təcrübəsizlik özünü göstərdi. Bu dəfə doğma meydandadılar və belə bir üstünlükləri də var. Bundan istifadə eləyəcəklərmi yoxsa yox? Gol vuracaqlarına inanıram və qarşılıqlı gol variantını əsas seçim olaraq dəyərləndirirəm. Lakin daha çox bu oyundan heç-heçə gözləyirəm və bunun üçün ehtiyat təklifim 2X-dir. Bakı-Turan. Bu maç haqqında da çox danışmaq istəməzdim. Görünən kəndənə bələdçi. Paytaxt komandası riskli komandadır, bu bir qədər düzdür, amma inanmıram ki, Turana xal versin. Bakıdan inamlı qələbə gözləyirəm və bol qollu qarşılaşma izləyəcəyimizə ümid edirəm. Üst və 1 variantlarını təklif edirəm.